danışacağıq. Yenə ənənəmizə sadiq qalaraq Baxımlı kanalı efirində televiziyanın tək proqramı olan, inşaat proqramı olan təbii ki, ustamız proqramını sizə təqdim edirik. Bugün də yenə inşaat sahəsindəki yeniliklərdən və təbii ki, problemlərdən danışacağıq. Odur ki, qarşıdakı 45 dəqiqə ərzində Elşad Nəbiyev, inşaat üzrə mütəxəssis, inşaat sahəsində çox maraqlı işləri var. Elşad mühəndisi, siz də xoş gəlmisiniz. Və inşaat mühəndisi, layihəçi Şahib Hüseynli. Şahib bəy, siz də xoş gəlmisiniz. Təşəkkür edirik. Və Qəmər xanım, bizim məhsul ekspertimiz bugün Qəmər xanım. Suyun içində üzən məhsullar görmüşəm də, yəni cəmaət oranı götürüb icarəyə, amma bugün icarə pulu da verir. Üstə gəl, adamın məhsuluna böyük dərəcədə. Elşad Nəbiyev, NBC bu şirkəti bizim xidmətlərimiz arasında izolyasiyadan toxuşan bəzi istiqamətlər var ki, bu da döşəmələr xanım dediyi kimi. Baxırsan ki, yer çoxdan işləyən bir obyektdir, böyük bir obyektdir, nəhəng obyektdir, burada ambarlar var və s. Amma yerin altından bu beton təzdən söküb, bunu izolyasiya eləmək bu bir böyük bir problemdir. Və yaxud da ki, üstündən bunu nə vurasan ki, deyək ki, tamamən suyun qarşısı alınsın və bu vurduğun bir örtükdə uzun illər qiymət göstərirlər ki, bunu arzularmaq lazım və buna bizə 10 il garantiya verə bilər. İzolyasiya görünməyən bir, deyək ki, hissədə olur. Amma vacib fundamental bir əsas daşıyır və bu izolyasiya da ümumiyyətlə ekonomiya eləmək heç düzgün deyil. Bu çünki betona nüfuz edir, betonun özünü çürüdür, ondan sonra armaturu çürüdür içində, burada bir konstruktiv zəifləmə belə bir şey deyil və biz əgər bir vurursa, boya vurursa betonun üzərində və yaxud da betonun özünə izilavı sərləşdirirsə, bizə quru beton lazımdır. Bizə izolyasiya düzgün olunmuş quru beton lazımdır və düz beton lazımdır. Mən hələ demirəm ki, betonun özünün təyinatı üzrə verilməməsində bir problemdir, hansı ki, 354 marka beton verilməlidir böyük sanayi obyektlərində. Hələ mən bundan danışmıram. Bunu bəzi yerdə 200 marka verilir. Hal-hazırda elə bir layihənin üstünə təklif veririk. Təklifimiz də ona ibarətdir ki, betonun təmiz sökülməsi, yəni monolit beton üzərindən yenilənməsi. Bəli, təzminatlı beton. Çünki başqa variant yox. Bu bir dərddir. İkincisi odur ki, beton tökülərkən həmin obyektlərdə düzgün tökülməsinə əməl olunur. O da bir izolyasiyadır. Əgər biz bu beton üzərində iş görürsə, bu iş çox effektiv, çox düzgün, çox uzun ömürlü bir şey alır. Amma əgər betonda nəmlər varsa, nəmişlik varsa, burada beton izalama vaxtı eyni bərabərli parlatma işi əmələ gəlmir. Ləkələr olur. Həmən o nəm yerlərdə ləkələr əmələ gəlir. Və görülmüş iş vizual olaraq çox yaxşı görsənir, amma uzun ömürlü məsələsi var adı. Bu da qısalır. Əgər onun üstünə biz boya vurursa, biz orada boya vurmuruq. Ya deyirik ki, bunun izolyasiyasını tamamən bitirin, negativ suların qarşısını alın və s. Tam qurudun bizə verin. Ondan sonra biz yoxlayaq nəmişlik iradəsini, əgər uyğundursa bunun üstünə epokit boyanı buraxın. Çünki vurduğumuz boya həmən yerlərdə çox tez bir zamanda sıra çıxılırdı. Ora niyə də boş olsun, onu gözəl şəkildə dəyərləndirmək olar. Adam gətirib milyonluq malın vurur ora və bu elektrik məhsullarıdır hətta. Və buna su dəydi, bu nə olacaq? Yəni bunu sən kimə sata bilərsən? Mən biraz sahibkar tərəfindən çıxış edirəm, çünki özüm də yəni bu sahədə olmuşam deyə. Yəni sən bu məhsulu insanlara necə sata bilərsən? Bu sənə Penetron çağırsın, penetron gəlir, həmin qupquru qurudur. Betonun daxilində olan armaturlar daxil antikorroziya uğramış olur. Antikorroziya. Çünki biz penetron yerleşi divardan bir də su gəlməsidir. Bilirsiniz mi? Bəli. Nə qədər nüfuz edir o sizin maddə beton? Bizim material təsdiq olunub ki, 1 metrə qədər betonun içindən nüfuz edə bilir. İlkin mərhələdə 35-45 sm nüfuz edir. Qurudurub təhvil verir. Qupquru istismara yarar. Orada bir dənə məsələ var ki, məsələ siz deyirsiniz ki, bina tikilən zaman bizim məhsullardan istifadə olunsa, penetron betondan istifadə olunsa, belə çıxır ki, onda izolyasiya ehtiyacı yoxdur. Biz hidroizolyasiya şirkəti olaraq bu işləri görürük. Heç bir digər izolyasiyaya ehtiyac qalmır. Yaxşı, üzr istəyirəm. Baxın, birinci, ikinci mərtəbə həmişə nəmi özünə cəlb edən, yəni minusdan söhbət gedir. Minuslar həmişə özünə nəmi cəlb edə bilən deyək ki, mərtəbələrdə. belə geniş mövzudur ki, Siz əvvəldən tövsiyə edirsiniz ki, 2 mərtəbə, 3 mərtəbəni sizin betonla tiksinlər, yəni qalan qatsınlar. Davamını adi betonla davam edirlər. Torpaq səthinə 50 sm qalxana qədər bizdən istifadə edirsiniz. Yaxşı, burada bir dənə də sual yaranır. Adi betonla sizin məhsulun arasında olan qiymət fərqi nə qədər? Neçə faiz təxminən? Baxın.